Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hər birinizi xoş gördük. Növbəti dərsimizə başlayıram və əsas məqsədim, fikrim budur ki, bəzi tutqun fikirlərə aydınlıq gətirim. Ona görə müəyyən incəliklərə diqqətli olaq. Aram-aram oxuyacağam və izahlar verəcəm. Birinci başlayıram Bibliyadan, müqəddəs kitabdan. Bu dediklərimin hamısı o nəticəyə bir pillədir. Yəni ki, bu pillələrlə elə bil ki, hissə-hissə çıxaraq nəhayətdə bizə lazım olan zirvəyə çatmalıyıq. Yəni anlam baxımından deyirəm bunu. Yaradılış 2, səhifə 3-dədir. Özüm bunları belə qeyd edirəm ki, kimin şübhəsi varsa, açsın, baxsın, görsün ki, mən nə dərəcədə doğru düzgün deyirəm. Orada yazılıb, Allah dedi, öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Allah insanı öz surətində yaratdı. Onları kişi və qadın olaraq yaratdı. Allah onlara xeyir dua verərək dedi, törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun. Bütün bunlar 2 milyarddan çox insanın qəbul etdiyi kitabda yazılıb. Yəni, Tövrat Musa Peyğəmbərin deyərdim ki, belə çıxdığında tərtib etdiyi kitabdır. Onun fikirləri əsasında bu kitab ərsəyə gəlib. Və bu 2 milyarddan çox insanın içərisində çox savadlı, düşüncəli alimlər var, insanlar var, filosoflar var. Hamısı da ateist deyil ki, onların da inanclıları vardır. Və görün, neçə əsrlərdir ki, bu kitab meydandadır və onu sevə-sevə oxuyurlar, qəbul edirlər. Bu deyilənləri və yaxud da ki, o kitabı kimsə inkar edə bilər ki, başdan ayağa yalandır. Yəni, inkar etmək olarmı ki, bu ilahidən bəxş olunmayandır? Su girdi qaba, oldu içməli. Bir halda ki, belə qəbul olunub, biz də onun, yəni ki, müqəddəs kitab kimi qəbul etməliyik və edirik də. Kimlərsə ateistdir, özü bilər. İndi Yaradılış 3-də, səhifə 5-də yazılanı oxuyuram. Onlar, yəni Adəm və Həvva, günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Bağda gəzişən. Adəm və Həvva Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər. Rəbb Allah Adəmi səsləyib dedi, haradasan? O cavab verdi, bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum. Ona görə də gizlənmişəm. Allah dedi, kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki? Adəm dedi, mənimlə birgə olmaq üçün verdiyin qadın, yəni Həvva, o ağacın meyvəsindən verdi, mən də yedim. Yəni, bağda belə yaxından ünsiyyət saxlayırlarsa, deməli, görünürlər bir-birlərinə. Allah Teala Adəmə görünür ki, bax, belə sadə şəkildə fikir bölüşürlər, sual-cavab edirlər. Heç vəhy etməyə ehtiyac da yoxdur. Bir halda ki, səsini eşidir, özünü görür. Rəbb Allah qadına dedi, sən niyə belə etdin? Qadın dedi,
İlan məni yoldan çıxartdı. Mən də yedim. Rəbb Allah ilana dedi. Müqəddəs kitabda yazılandır bu. İlanla söhbət edir, ilana sözünü deyir Allahımız. Sən bunu etdiyin üçün bütün ev heyvanları və çöl heyvanları arasında lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən. Bütün ömrün boyu torpaq yeyəcəksən. Yenə deyirəm, yəni fikrim, məqsədim var, əsasım var. Hələ bu məsələyə qayıdacağam mən. Ki, ilanla da danışırdı Allahımız, vəhy eləmirdi ona. Sözünü birbaşa deyirdi. Eləcə də ilk yaratdıkları ilə. El təbirincə danışıram. Bilirsiniz ki, mənim öz bildiyim, öz dediyim var ki, onları da sizlərə çatdırıram. Fikirlərimi sizlərlə bölüşürəm. Yaradılış 4. Yenə Bibliyadandır. Səhifə 6. Kimin şübhəsi varsa buyursun, geçsin Bibliyanı açsın, oxusun. Rəbb Allah Adəmlə arvadı üçün dəridən paltar düzəltdi və onlara geyindirdi. O paltarı Allahımız necə düzəldirdi? Sözlə, üfürməklə, yoxsa əllə tikməklə, hazırlamaqla. Belə başa düşürük də, ayrı necə başa düşək? Yaradılış 7. Allah Nuh'a dedi. İndi Nuh peyğəmbərdən başlayıram. Önümdə olan bütün bəşərin sonu çatıb. Çünki yer üzü onların zorakılığı ilə dolub. Buna görə də mən onları yer üzü ilə birgə məhv edəcəyəm. Nuh'a deyir, laf qəbul edək ki, vəhlə fikrini çatdırır. Demək, məsləhətdir ki, Allah Taala Nuh peyğəmbərə vəhyini çatdırırdı. Mələkə Cəbrail burada iştirak eləmir ki, deyək onun vasitəsilə fikrini çatdırırdı. Vəhy yalnız vasitəçi olan Mələkə Cəbrail çatdıra bilər. Birbaşa Allahımız vəhy deməz, vəhy çatdırmaz. Mələkə Cəbrailə deyər, o da yəni ki, bir vasitəçilik edər. Amma bilavasitə özü deyir axı. İndi yaradılış 12. Rəbb İbrama, yəni İbrahim peyğəmbərə dedi, öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Burada yazılmayıb ki, Mələkə Cəbrail vəhy elədi, fikir çatdırdı. Birbaşa Rəbbimiz özü deyir İbrahim peyğəmbərə və yaxud da ki, vəhlə özü çatdırır. İndi müqəddəs Quran-ı Kərimə üz tuturam. Deyək ki, Bibliya səhv yazır, düz yazmayıb. Bizim dinimizin cövhəri olan Quran-ı Kərim və İbrahim surəsi 14-cü surədir. Səhifə 221, ayə 5. Biz Musaya tayfanı, yəni İsrail oğullarını zülmətdən çıxart və Allahın vaxtı ilə onlara nemət verdiyi günlərini xatırlat. Bunda çox səbr və şükür edənlər üçün sözsüz ki, neçə-neçə ibrətlər var deyib, onu möcüzələrimizlə peyğəmbər göndərdik. Dedik, fikrimizi çatdırdıq və peyğəmbər göndərdik. Vəhy nə olandır? Vəhy İslam dini etiqadına görə bir fikir və ya hökmün
Allah tərəfindən peyğəmbərə ilham olunması, yəni çatdırılması, verilməsi, ilahi səs, son dərəcə gözəl, məftun edici səs. Mən ilk vəhi yeni oyanış zamanı almışam. Yəni onda özümdən xəbərsiz idim ki, yəni mən doğrudanmı ilahi tərəfindən seçilirəm, seçilmirəm? Hələ bu barədə heç bir fikir, söhbət yox idi. Amma o ərəfə idi, oyanış ərəfəsi idi. Çox ağır sınaqlarla üzləşmişdim. Həm maddi, həm mənəvi sıxıntılar içərisində idim. Kiçik oğlumla ayaqbaş yatmışdıq. Sanki kimsə elə bil diz çöküb, yəni mənə yaxın olsun deyə qulağıma pıçıldadı. Fikirli idim, kədərli idim. Elə də yatmışdım, yuxuya getmişdim. Ki insan ölənə qədər, yəni ölənə deyilmədi, dünyasını dəyişənə qədər əzab, əziyyət çəkir. Dünyasını dəyişəndən sonra bütün əzablardan xilas olur. Elə bil ki, o səs bir bulaq suyuydu. O bir nur idi. Yanan qəlbimə elə bil ki, bir sərinlik gətirdi. Elə rahatlıq gəldi mənə. Bütün dərdimi, sərimi sanki unutdum. Və o indiyə qədər də yəni qulağımda lazım gələndə, xatırlayanda səslənir. Necə bir gözəl, həlim səslə deyildi. O mənə bir təskinlik idi. O mənə bir qayğı idi, göstərilirdi ilahi tərəfindən. Sonra isə ona uyğunlaşdım. Yəni ki, bütün fikirlərimi, yazılarımı vəhlər əsasında yazmışam mən. İndi Əl-Cin, Cinlər surəsinin 1-ci ayəsini oxuyuram. Səhifə 595-dir Quran-ı Kərimdə. Ya Peyğəmbər, de, mənə vəhy olundu ki, bir dəstə cin Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib, öz həmcinslərinin yanına qayıtdıqları zaman dedilər. Bağışlayın. Biz çox qəribə, təsəvvür edilməz dərəcədə gözəl olan bir Quran eşitdik. Burada deyilir ki, de, mənə vəhy olundu. Peyğəmbərimizə vəhy olundu. Bunu kim deyir? Bunu Allahımız deyir. Məlikə Cəbrail barədə burada deyilmir ki, o deyir. Yəni belə qəbul olunub ki, bütün vəhləri Məlikə Cəbrail deyirmiş. Amma indi sizə mən ayə oxuyacağam. Orada Məlikə Cəbrail haqqında heç bir fikir yoxdur. Özünüz saf-çürük edəcəksiniz. Və nəzərinizdə qalsın ki, mən lazım olan söhbəti eləyirəm, əsaslı söhbəti eləmirəm. Demək, bir əsas var ki, bu kimi söhbətləri sizlərin nəzərinə çatdırıram. Əl-Qiyamət surəsi, yəni Qiyamət surəsi, bunu dəfələrlə demişəm. Səhifə 603, özdə 75-ci surədir. O gün, ey insan, duracaq, pənah aparılacaq yer ancaq Allahın hüzurudur. Hüzur da ön deməkdir, qabaq tərəf deməkdir, qarşısında deməkdir. Bu 12-ci ayə idi və on 16-cı ayədə deyilir, ya Peyğəmbər, Cəbrail sənə Quran oxuduğu zaman, bunu Cəbrail demir ki, bu ilahidən gələn vəhdir də və deyir, ya Peyğəmbər, Cəbrail sənə Quran oxuduğu zaman
onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə. Əgər Mələkə Cəbraildirsə, bu vəhy edən, deyər ki, mən sənə vəhy edəndə sən yəni ki, tələm-tələsik əzbərləmə. Ondan ötürü dilini tərpətmə. Bunu ilahi deyir ki, ya Peyğəmbər, Cəbrail sənə Quran oxuduğu zaman onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə. Sən də onunla birlikdə Quranı təkrar etmə. Yalnız dinlə. Bildiniz də ki, burada Mələkə Cəbrail demir. Burada bilavasitə deyən Allahımızın özüdür. Vəhy edir Peyğəmbərə ki, Mələkə Cəbrail sənə vəhy edəndə, deyəndə, yəni tələsmə. Eləcə dinlə. İndi ayə 22. O gün neçə-neçə üzlər sevinib güləcək. Ayə 23. Öz Rəbbinə baxacaqdır. Rəbbinin camalına tamaşa edəcəkdir. Demək, Allahın varlığını görəcəkdir də. Deyərdi ki, görünməyəcək, bir işıq olacaq, bir nur olacaq. Siz o nura tamaşa edəcəksiniz. Və deyilir ki, Rəbbinin camalına hər kəs də hamının Allahıdır, tamaşa edəcəkdir. Ayə 30. Aparılacağın yer Rəbbinin hüzuru olacaqdır. Yəni onun qarşısında dayanıb sən cavab verəcəksən də, hesabat verəcəksən. Qarşısında dayananda görməyəcək ilahi varlığı. Axı burada deyir, o Rəbbinin camalına tamaşa edəcəkdir. Və camal da bilirsiniz ki, görünüşdür, simadır, varlıqdır. Bibliya, müqəddəs kitab. Çıxış 3. Səhifə 89. İndi Rəbb Musanı çağırır başlıqlıdır. Musa qaynatası Midyan kahini Yetronun sürüsünü aparırdı. Üzr istəyirəm, otarırdı. Bir dəfə o sürünü səhranın o biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi. Birdən Rəbbin mələyi ona bir kol arasından od alov içərisində göründü. Od içində kolun sönmədən yanmasını görüb Musa öz-özünə dedi: Gedin bu qəribə mənzərəyə baxın, görüm nə üçün bu kol yanıb qurtarmır. Rəbb Musanın baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: Musa, Musa. O da, mən buradayam, dedi. Allah dedi, buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart. Çünki durduğun yer müqəddəs torpaqdır. Kim deyirdi? Allahımız deyirdi. Sual etdi, hardasan? O deyir, buradayam. Mükalimədir və yaxud da ki, ünsiyyətdir. Daha Mələkə Cəbrail vasitəsilə danışmırdı ki, vəhy etmirdi ki. İndi Bhagavad Gita'dan deyim. Səhifə 5. Söz yox ki, bu nəşr səadətli xidmət barədə mövcud, üzr istəyirəm, sədaqətli xidmət barədə mövcud kitablardan ən yaxşısıdır. Niyə mən bunu belə oxuyuram? Ki, bu kitablar əsrlərlə və eyni zamanda 1000 illərdən süzülüb gəlmiş kitabdır. Ki, yəni kimin şübhəsi var və yaxud da ki, inkar edə bilər ki, bu yalandır. Bhagavad Gita da yalandır, Bibliya da yalandır və yaxud da ki, elə Quran-ı Kərimi tərtib edənlər kimlərdir? Vasim Məmmədəliyevlə Ziya Bünyadov, ikisi də akademikdir. Görkəmli insanlar idi, ruhları şad olsun. O cümlədən də təsdiqləyən də
Şeyxülislam Hacı Allahşükür Paşazadə. Orada yazılanı da mən oxudum. Onu da inkar edə bilərsinizmi? Kim inkar edə bilər? Bu söz yox ki, bu nəşr sədaqətli xidmət barədə mövcud kitablardan ən yaxşısıdır. Bunu deyən doktor, fəlsəfi elmlər doktoru Thomas Hopkins deyir. Və eyni zamanda da o Franklin və Marshall kolleclərinin dini tədqiqatlar fakültəsində kafedra müdiri idi. Yəni bu kitabın sağlamlığına və yaxud da ki, elə sağlam kitabdır. Kim şübhə edə bilər? Bütün Hind ədəbiyyatında ondan çox sitat gətirilən əsər yoxdur. Qərbdə heç bir əsər Bhagavad Gita qədər sevilmir. Bu cür əsəri tərcümə etmək təkcə sanskriti bilmək deyil, həm də mövzuya maraq və söz ustalığı tələb edir. Çünki bu poema hər yerində Allahın göründüyü simfoniyasıdır. Yəni bu məcazi mənada qəbul edək də ki, beytlər əsasında olan kitabdır bu da. Hansı ki, mən beytlərlə sizə çox fikirlər söyləyirəm və bu kimi danışanlar da vardır. Yəni, o elə bir həddədir, fəlsəfi izahlarladır ki, onu dinləyəndə, o izahlara diqqət yetirəndə nəzərində Allah Taala canlanır. Bənzətmə ilə deyir ki, Allahın göründüyü simfoniyadır, yəni o qədər ürəyə yatımlıdır. 5000 il bundan qabaq Kali Yuga'nın başlanğıcından Həzrət Krishna Bhagavad Gita'nı öz dostu və fədaisi Arjunaya söyləmişdir. Yəni bu fikirlər Bhagavad Gita'nın məğzi, mahiyyəti, yəni ki 5000 il bundan əvvəl olandır ki, onu bu zamanda, yəni ki onların yaşadığı dövrdə Həzrət Krishna Arjunaya söylüyor. Krishna isə adi adam deyil. O vaxtın şah sülalələrindən birinə şahzadə kimi gələn, yerə enmiş uca tanrının özü idi. Bu kitabda deyilir, o anadan doğulmuş bir insan idi ki, tanrını özündə təcəssüm etdirirdi. Bunu bu kitab deyir, mən demirəm. Ancaq mən sizə demişəm, həm adi həyat tərzində yaranışı söyləyəcəm, həm ali həyat tərzinə uyğun yaranışı deyəcəm. Yəni ki, xırda izahlarla. Bundan əvvəl çıxışımda mən dedim, cinsiyyət hüceyrəsi ilə bağlı Allah Taala'nın torpaqdan Adəmi, Həvvanı yaratmasını dedim. Və nəhayətdə də dedim ki, bizim mənşəyimiz uca yaradanın özüdür. Onun nəfəsi ilə biz canlanmışıq. Onun varlığı ilə biz var olmuşuq. Əgər bu nöqteyi nəzərdən maraqlansaq, bu adi həyat tərzinə aid olandır. İndi mən ali həyat tərzinə uyğun olan yaradılışdan da söhbət eləyəcəm sizlərə. Ona qədər bu bir hazırlıqdır ki, biləsiniz ki, doğrudan da biz bu həyatda necə varıq? Biz yaradılmışıq, yoxsa yaranmışıq? Yəni bu sual hamını düşündürür. Mən isə o həqiqəti Allahın qüdrəti ilə sizlərə çatdıracağam, izahlandırıram bunu. Canlı varlıqlar Tanrının xoşbəxt, ayrılmaz hissəcikləridir. Canlı varlıqlar Tanrının xoşbəxt, ayrılmaz hissəcikləridir. Və məhz buna görə bilavasitə uca Tanrıya xidmət etmək onların təbii borcudur. Bax, bu kitabı kim inkar edə bilirsə ki, orada səhv yazılıb, düzgün deyil və o səhvi də sübuta yetirə bilirsə buyursun.
yazsın mənə. Öz fikrini bildirsin ki, o kitab cəfəngiyatdır. Və buna bənzər də belə qəbul edək də, bir də oxuyuram. Canlı varlıqlar Tanrının xoşbəxt, ayrılmaz hissəcikləridir və məhz buna görə bilavasitə uca Tanrıya xidmət etmək onların təbii borcudur. İndi paralelə baxın. Bizi ata-anamız dünyaya gətirib. Allahın qüdrəti ilə, buna söhbət yox. Və bizim də borcumuzdur ki, onlara xidmət eləyək. İndi başım üzərində olan şəklini görürsünüz. Hörmətli Nur Nizaminin yazdığına istinad edək. Özdə kimlər tərcümə edib? Xəlil Rıza, Abdullah Şaiq. Xalq şairləridir də. Görkəmli insanlardır. Onlar öz etirazlarını bildirərdilər ki, burada bir yanlışlıq vardır. Heç də yanlışlıq ola bilməz. O düha adi insan deyildi. O yazdığı da elə belə deyil. Tövhid və minacət. Yəni Nizami yazılıb, o kitabda səhifə 90-dadır bu. Bayrağının altında əyləşib bütün cahan Allaha xitabən deyir. Sən özündən doğuldun, biz sənin cəlalından. Yəni sən özündən doğuldun, biz də sənin cəlalından doğulduq. Ancaq bunu heç də bizdəki doğuluş kimi qəbul etməyək. Heç o doğuluş deməzdi, başqa ifadə işlədərdi də sinonim olaraq. Doğuluş sözünü işlədir. Özü də şeyx idi. Yəni onun da mənsubiyyəti İslam idi də. Başqa söz işlədərdi ki, yox, Allah doğmayıb, doğulmayıb. Mən bu ifadəni bura yaza bilmərəm. Ancaq mən elə də qəbul etmirəm. İndi biləcəksiniz necə qəbul edirəm. Allahın cəlalı nədir? Onun əzəmətidir, ehtişamıdır. Təmtəraq büsat adlanır. Əzəmət, yəni ki, cəlal əzəmət deməkdir. Əzəmət, böyüklük və əzəmət yazılıbdır burada. Ehtişam deməkdir. Burada cəlal sözü Allahımıza aid deyilmi? Biz Allahımızdan doğulmamışıqmı? Mən dedim, biz insanlar, bəşər övladları Allahımızın varlığından ayrılanlarıq və bizim mənşəyimiz ali varlığın özüdür. O hüceyrələrlə bağlı fikir söyləyəndə bunu dedim. Doğuluş, anadan olma, dünyaya gəlmə deməkdir də. Doğuş, göy cisimlərinin çıxması, üfüqdə görünməsidir. Yəni ay görünür, günəş görünür. Ona görə deyirik, günəş doğdu, ay doğdu. Sizcə biz göy cismi kimi doğulub üfüqdə görünmüşük? Deyilir ki, sən özündən doğuldun. Onda biz nəyi başa düşək? Və özündən deyəndə öz nə deməkdir? Öz şəxsinə, özünə aid olan, xas olan, mənsub olan deməkdir. Allahın öz varlığını necə şəxs kimi qəbul edə bilərikmi? Sual edirəm. Sizlər o varlığı necə təsəvvür edirsiniz? Öz özlüyünüzdə fikirləşin. İnsandan fərqli bir sima xəyal edirsiniz. Allahı düşünəndə, Allahı fikirləşəndə elə bir görünüş varmı ki, onu elə təsəvvür edəsiniz? Və mən deyirəm, hər bir kəs nurani, gözəl bir saçlı, saqqallı bir sima təsəvvür edir. İndi kim ayrı cür təsəvvür edirsə, yazsın ki, mən belə təsəvvür edirəm.
bu görünüşdə görürəm xəyalımda. Yox, əgər desə ki, mən görə bilmirəm, dərk etmirəm, o adam dərk etmir ki, xəyal edə bilmir ki, onun dərki dərrakəsi yoxdur. Nəsə bir obraz canlanmalıdır sənin xəyalında. İndi bu müqayisəyə diqqət edək. Biz bəşər övladları anamızdan doğulmamışıq. Kim inkar edə bilər ki, mən anamdan doğulmamışam? Əgər elə doğulan varsa, mənə yazsın ki, doğulmamışam mən. Bunu inkar edə bilərik. Bir fərd olaraq öz varlığımızla ata-anamızı əks etdirmirik. Yarımız atamızdır, yarımız anamızdır, yarımız kişidir, yarımız qadındır. İki yarımlar bizdə bütövləşib. Bu yaxında bir savadlı xanım idi. Bilmədim, o psixologdur, yoxsa həkim idi. Elə o bu şəkildə də dedi ki, bizim yarımız, yəni izah verirdi nəyəsə. Yarımız kişi, yarımız qadındır. İnkar edə bilərsiniz bunu. Canımızın yarısı qadın, yarısı kişi deyil. Bütöv cismimizdə yarlar olan iki yarımı yaşatmırıq biz. Atamızı, anamızı varlığımızda yaşatmırıq. Kimdən yaranmışıq? Anadan olmamışdan əvvəl bir cinsiyyət hüceyrəsi olaraq həm atamızda, həm anamızda özləri olmamışıq. Onlar bütöv olduqları halda varlığımızın yarımları kimi yeniləşməyiblər. Bizdə yeniləşməyiblər. Bizlər özümüz olan ata-anamızdan doğulmamışıq. Öz ata-anamızdan yaranmamışıq da. Özgədən törəməmişik ki. Hər fərd özgədə yox, özündə yeniləşmirmi belə olan halda? Bizim özümüz idi. Biz onun varlığındaydıq. Atanın da, ananın da, onların varlığında. Onların varlığında yarım hüceyrələr olaraq birləşib, indi bütövləşmişik. Amma bütöv olan atamızı, anamızı canımızın yarısı olaraq özümüzdə əks etdiririk, bütövləşdirmişik onları. Onların özü olmuşuqsa, biz özümüzdən yaranmamışıqmı onda? Biz də evladımızda yeniləşəcəyik. Evladımız da bizim özümüzdür. Bizdən yaranmışdır, canımızın bir parçasıdır. O da özündən yaranıbdır. Çünki o doğulmamışdan əvvəl mənim canımda, anasının canında var idi bir yarım hüceyrə olaraq. Kimin etirazı varsa bunu yazar. Çünki fikrim, məqsədim var da. Sizi o mətləb üstə gətirmək istəyirəm. Əsaslı mətləb üstə. Nur Nizami dediyi kimi, Allahımız özündən doğulmayıb, gəl belə qəbul edək də, deyək ki, doğulmayıb. Yəni, özü vahiddir, bütövdür. Bu bütövlük iki yarımı öz varlığı ilə ehtiva etmirmi? Yaradan vahiddir, bütövdür və bütövlük iki yarımı öz varlığı ilə ehtiva etmirmi? Bəs nədir o iki yarımlar? Desəm ki, yarımların biri Allahdır, biri Tanrı. Biri zülmətdir, biri nur. Düz danışmıram onda. Bəs biz bu ehtişamdan yaranmamışıq. Dedim axı ki, bizim mənşəyimiz Allahımızdır. Nur Nizami deməyibmi ki, sən özündən doğuldun, biz sənin cəlalından. O böyük düha məgər yanlış demişdi? Lap tutaq ki, Nur Nizami öz, yəni ki, misrasını məcazi mənada işlətmişdi. Belə qəbul edək ki, məcazi mənadadır. Bəs məcaz nədir? Ərəb dilindədir o. Həqiqi mənasında işlənməyib, oxşarlığı və münasibəti olan başqa bir mənaya
mənaya oxşadılaraq işlənən söz və ya ifadə. Metafora. Bəs məcazi nədir onda? Yəni həqiqi, hərfi mənada deyil, metaforik mənada işlənən sözdür. Məcazi mənada. Metafora nədir bəs? Metaforik nə olandır? O Yunan sözüdür. Bənzərliyə, oxşarlığa, analogiyaya əsasən söz və ya ifadənin məcazi mənada işlənməsidir. Şeirdə işlədilən məcazlar bu deməkdir. Sonra yazıcı məcazları çox işlədir. Elə Nur Nizami də məcazi mənada işlədibdir. Amma bunun da bir həqiqi tərəfi vardır ki, onun birini o məcazi mənada qəbul etdiyimizi ali mərhələnin gedişatı kimi göstərək, başa düşək. Bizim yaranışımızı adi mərhələyə aid olan kimi qəbul edək. Amma məcazi işlədiləndə aliyə istinadən bizi nəzərdə tutub deyir ki, doğuldun, sən özündən doğuldun, özündən doğulmağın izahını verdim. Biz isə sənin cəlalından. Bunun ali mərhələyə aid olanı var, adi mərhələyə aid olanı var. Adi mərhələnin müəyyən qədər izahını verdim. Elə bu oxuduqlarımda da ki, biz özümüzdən yaranmışıq belə götürəndə. Özümüz kimik? Özümüz Allahın varlığından yaranmışıq. Bilavasitə biz Allahımızdan yaranmışıq. Anamız da, atamız da, bütün bəşəriyyət Allahımızın varlığından təcəssüm edir. Ayrılıb. Ancaq o ayrılmanı indi mən burada Qəyyütnamə kitabımdan oxuyacağım sizə. Biləcəksiniz nə deməkdir bu. İndi Qəyyütnaməyə istinad edirəm. Özünə qayıdış mənasındadır da. Səhifə 18-də yazmışam. Demək, Qəyyütnamə kitabında vəhlər əsasında qeyd etdiyim bəzi nüansları nəzərinizə çatdırım. Uca yaradan deyir, yatın hələ qəflət yuxusunda. İsrafilin suru çalınanda, yerlə göy lərzəyə gələndə ayılarsınız. Kim idiniz siz? İndi kimsiniz? O insanları danlayanda deyirlər, özünü itirmişləri ki, sən kimin oğlusan? Gör nə günə düşübsən? Kim idin sən əvvəl, indi gör nə haldasan? Allahımız bu mənada deyir. Kim idiniz siz, indi kimsiniz? Siz qanundan üz döndərmişlərsiniz. Allahın nurundan uzaq düşmüşlər. Qanundan heç zaman dönməmişik biz. Qanun qüsursuzdur. O, zülmətdən işığa, işıqdan zülmətə. İşıqdan zülmətə, zülmətdən işığa rəvan qüdrətdir. Səkizliyin bir gözündən o biri gözünə. İşıqdan zülmətə, zülmətdən işığa rəvan qüdrətdir. Birimiz Tanrıyıq, birimiz Allah. Qanunun bətnində əkiz övladdıq. Bəşər övladları ana bətnində əkiz övladlar kimi, yarımlar kimi olurlar, sonra o birləşmə ilə də bütövləşirlər. Doğulmadıq, yarandıq, yaradan kimi. Ayrıla bilmədik canla qan kimi. Necə ki, can qandan ayrılmır, bütövdür. Uca varlığımız Allahımızla, Tanrımızla qanunun bətnində elə bütöv idilər. Bəs necə bölündülər? Nur zərrəciklərində. Necə ki, ata-anamız bizdə bütövləşir, sonra da bizdən də bölünürlər. Ayrı-ayrıydılar, birləşdilər. Yenidən bir də ayrıldılar oğlan, qız evladlarında. Bu adi həyata aiddir. Ali həyata isə nur zərrəcikləri kimi qəbul etməliyik. Qanun qərar verdi.
Elə yaradın ki, yaranan olsun yaradan kimi. Yaşadın, yaşasın yaşadan kimi. Ata-anamız da bizi dünyaya belə gətirib ki, onlar kiçik yaradanlardılar. Biz də ailə qurmalıyıq. Biz də yaranmışıq, yaradan kimi yaranmışıq. Biz də yaratmalıyıq. Biz yaşayırıq və yaşatmalıyıq. Nəsil davam etməlidir. Bu qanunun tələbidir. Bir səhvdən ayrılıq saracaq sizi. Ayrılıq baş verəcək bir səhvinizdən. O da haqdan uzaqlaşmadır. Ayrılıq möhnətə salacaq sizi. Yəni bu ayrılıq bir əziyyətə səbəb olacaq, qəmə, kədərə səbəb olacaq və oyanmışlar da bu qəm, kədərlə Allahımızı arzulayırlar. Ona qovuşmaq cəhdi ilə hər istiraba, hər sınağa dözürlər ki, gedək Allahımıza çataq. Bu istədik, istəmədik, başa düşdük, düşmədik bizim varlığımızdadır o proqramma. Həyat proqramıdır o. Yəni möhnət deyəndə onu başa düşün. Zəhmət, əziyyət, qayğı, dərd-sər, qəm, qüssə, kədər. Deyir ki, mən həm yerdəyəm, həm də göydəyəm. Nizamı pozanlar pozulacaqdır. Nizamlı olanlar qovuşacaqdır. Kimlərə? Allahımıza, Tanrımıza. Dəyişməzdir qanunun qəti qərarı. Tanrı ilə Allahın məhəbbətindən nur yarandı. Mən onun izahını verəcəm indi sizə, başa düşəcəyiniz tərzdə. Ali mərhələnin doğuluşunu, yaranışını deyəcəm sizə. Adi mərhələni demişəm. İndi qalıb ali mərhələni demək ki, necə yaranmışıq biz? Tanrı ilə Allahın məhəbbətindən nur yarandı, nur vəhdətindən. Nur nurlarla şöylələnirdi. Əbədi aləmə nur ələnirdi. Nur zərrəcikləri olaraq. Bu bütöv kainat bax nur ələnməsi ilə yaranıbdır. Onların maddi hala çevrilmələri var. Yəni ki, toz zərrəciklərinə dönmələri var. Yerin nüvəsini təşkil etmələri var. Yerin qatlarını yaratmaları var. Yenidən bir məxluq kimi üzə çıxmaları var. Sonra bəşər övladı olaraq keçid etməlidirlər ali həyata. Və hamı da keçməlidir. Kim keçmək istəmirsə, Allahdan dönüb şərə uyubsa, o cəhənnəm əzabında sıxılaraq, əzilərək, oyanana qədər zülm çəkərək, nəhayətdə oyanış baş verəndə yenidən o yola qədəm qoyacaqlar ilahi varlıqların sövq etmələri ilə, təsirləri ilə. İndi inşallah mən ali mərhələnin yaradılışı barədə ki, yəni necə yaranmışıq, ali mərhələdən niyə gəlib adi həyata düşmüşük? O doğuluş nədir? O yaranış nədir? Bu yaranış nədir? İkisinin fərqini və eyni zamanda birliyini, oxşarlığını izahlandıracağım sizə. Şükür çatdırdım. Məni dinləyən hər bir kəsə təşəkkür edirəm. Kimdə şübhə varsa yenə deyirəm. Qeyd eləsin ki, mən inanmıram, bu doğru düzgün deyil. Amma özü bir əsas gətirsin ki, bax bu əsasa istinad eləsin. Hansı kitaba istinad eləyir eləsin. Bir daha deyirəm, Allah sizdən razı olsun. Vaxtınızı sərf edib qulaq astınız. Və sizinlə bahəm bizi dinləyən, nəzarətdə saxlayan ilahi varlıqlara təşəkkür edirəm. Hörmət və ehtiramımı bildirirəm. O cümlədən ana yurdumuza, ana vətənimizə, ana torpağımıza təşəkkürlüyəm. Şükür edirəm Allahımızın varlığına. Minnətdaram Allahımıza əbədiyyən və əbədi olaraq da o uca varlığın səcdəsindəyəm. Sağ olun, salamat qalın. Növbəti görüşümüzə, söhbətimizədək.